Özünə pislik eləmək istəyirsənsə, bu 10 şeyi mütləq elə. 1. Suyu az iç. Bədən səssizcə zəifləyir, hiss eləmirsən. 2. Gün boyu otur. Gəzib özünü yorma. 3. Günə əsəbi başla. Tələs, əsəbləş. Hamını günahkar çıxart. 4. Az yat. Bədən özünü bərpa eləyə bilməsin. 5. Telefondan başını qaldırma. Real həyatdan xəbərin olmasın. 6. Faydasız qida ye. Sasiska, çipsi, burger, nə varsa. 7. Hər şeyi ertələ. Sabah başlayacağım deyə, onun üçün Allahın sabahı çoxdur. 8. Özünü başqaları ilə müqayisə elə. Kiminsə həyatına baxıb, özündəki şükr edəcək şeyləri görmə. 9. Stresi içinə at. Danışma, paylaşma. İçin yesin. 10. Özünə dəyər vermə. Hamıya vaxt ayır, özündən başqa. Bunlara davam etdikcə həyatınız müsbətə doğru dəyişməyəcək. Seçim sizindir.